Hazırda dünyanın ən qlobal problemlərindən biri də insanların ərzaqla təmin edilməsidir. Qlobal istiləşmə, iqlim dəyişikliyi isə hər ötən il bu problemi daha da dərinləşdirir. Bioməhsulların qiyməti isə durmadan artır. Belə bir mənzərə qarşısında beynəlxalq aləmdə təşkil edilən qida yeyinti sərgilərini görmək maraqlı olardı. Elə Avropa büromuz da Berlin Yaşıl Həftə qida sərgisindən bu yöndə maraqlı bir sujet hazırlayıb, birlikdə izləyək. Paytaxt Berlində açılmış Yaşıl Həftə, Grüne Woche qida sərgisi təkcə Almaniyada deyil, Avropada deyil, bütün dünyada ərzaq, yeyinti sənayesi ilə məşğul olan insanların hər biri bu sərgini çox yaxşı tanıyırlar. Nə az, nə çox, düz 10 gün davam edən Yaşıl Həftə sərgisinin bir çox özəllikləri var. Birincisi böyüklüyüdür ki, bu miqyas onu dünyada bənzər sərgilər arasında ön sıralara çıxarır. Digər əsas özəlliyi isə bu sərginin istehsalçı ilə istehlakçısını görüşdürməsidir. Yəni bura adət etdiyimiz kimi əsasən istehsalçı, daşıma, qablaşdırma, pərakəndə satış firmalarının işgüzar danışıqları üçün deyil. Burada əsasən alıcı birbaşa məhsulun istehsalçısı ilə ünsiyyətə girə bilir. Məhsul haqqında ondan məlumat ala, dadına baxa, bəyənirsə ala da bilər. Biz bu il Niderland və Almaniyanın fermerləri ilə birlikdə iştirak edirik. Məhsullarımız isə pendir, tülpan, pomidor, kartof və digər meyvə tərəvəzlərdir. Bura birbaşa fermerlərin öz məhsullarını nümayiş etdirdikləri yerdir. Bəli, Yaşıl Həftə sərgisi həm də Avropa bazarına çıxmaq və ya bu bazarda yerini bərkitmək, müxtəlif məhsulları nümayiş etdirmək üçün gözəl məkandır. Necə deyərlər, hər şey göz qabağında. Amma burada da çətinliklər var. Təəssüf ki, hazırda dünyanın iqtisadi-siyasi arenasında baş verənlər Yaşıl Həftə sərgisindən də yan keçməyib. Giriş qiyməti ötən illə eyni olsa da, sayılan məhsulların qiyməti xeyli yüksəlib, amma bura Yaşıl Həftədir. Buranın öz atmosferi, öz dinamikası, gözəlliyi var. Biz indicə Norveçdən gətirilən farelin dadına baxdıq. Çox gözəldir. Ümumiyyətlə, Yaşıl Həftə məmnuniyyətlə gəldiyimiz yerdir. Hələ tam gəzməmişik. Bu il deyəsən ölkələrin sayı azdır. Amma mənə elə gəlir ki, bu il stendlər daha gözəl qurulub. Yeri gəlmişkən, Yaşıl Həftənin bir özəlliyi də onun turizmə təsir imkanlarıdır. İlk baxışdan qəribə görünsə də, məntiqi də var. Adı qida sərgisi olsa da Yaşıl Həftənin çox böyük turizm əhəmiyyəti var. Belə ki, getdiyi ölkənin milli mətbəxi ilə maraqlanan insanlar üçün Yaşıl Həftə həm də turizmlə bağlı çox maraqlı bir sərgidir. Məsələn, bax, çexlər özlərinin səyyar restoranlarını burada açıblar, milli mətbəxlərin nümunələrini birbaşa gələn insanlara təqdim edib öz ölkələrini təbliğ eləyirlər. Bu mənzərə sərginin bütün zallarında özünü göstərir. Hər bir ölkə özünü təkcə qida istehsalçısı kimi deyil, həm də turizm məkanı kimi də tanıtmaq fürsətini qaçırmır. Beynəlmiləl mətbəx və turizmin böyük həvəskarları olan almanlar üçünsə bu gözəl bir imkandır. Şahin Abbasov, ATV-nin Avropa bürosu, Berlin, Almaniya.